Aleyküm, hər vaxtınız xeyirli olsun Azan İnşaatın dəyərli izləyiciləri. Bu günlər sizə qəşəng bir dənə işin təqdimatını edəcəm. Gördüyünüz kimi dəyərli izləyicilər, hal-hazırda örgü işimiz bitir və sonunda tamamlama işidir. Kəmər atma prosesi icra olunur. Gördüyünüz kimi orada usta fəaliyyət göstərdiyi yer Apolovkalar qurulur. Yəni tam olaraq 9'un 9'u olan evdir. Apolovkası qurulub. İnşallah sabahları beton töküləcək. Onu da niyə qayda mən sizə deyim sabah töküləcək? Çünki beton bir dəfə tökülməlidir. Ona görə bir dəfə tökülüb, yəni bitməlidir. Və Apolovka qurulandan sonra toxuma armaturlar 20'nin 40'a atılacaq inşallah. Bu günləri Apolovka qurulandan sonra toxuma armatur atılacaq. Sabah inşallah səhər tezdən günortaya qədər betonumuzu verəcəyik və ondan sonra tam, yəni krişanı növbəti krişa vurma prosesini mən sizə izah edəcəm. Gördüyünüz kimi karkası, yəni evin tikilmə forması necəsə o cürünə də Apolovka qurulub. Sabahlar inşallah beton töküləndən sonra onun da təqdimatını edəcəm sizə. Bugünlük bu qədər. Diqqətinizə görə minnətdaram. Bizi bəyənməyi unutmayın. Ətraflı məlumat üçün nömrə qeyd olunub əlaqə saxlaya bilərsiniz. Kim evin tikmək istəyirsə Azan İnşaat olaraq bizim komandamıza güvənə bilər. Diqqətinizə görə minnətdaram. Sağ olun.